Amerikanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı təklif elədiyi 28 bəndlik sülh sazişi doğrudan da çox ciddi bir məyusluq yaradıbdır. Qərb cinahında belə haçalanmanın olması, Ukraynanın ümid bəslədiyi Birləşmiş Ştatların bu şəkildə Rusiyanın maraqlarından çıxış edən bir sülh sazişi, sülh anlaşması təklif eləməsi Ukraynanı, Qərbi Avropanı çox ciddi çətinliyə salıbdır. Zelenskinin xalqa müraciətini oxuyanda açığı adamın belə ürəyi ağrıyır. Ürək ağrısı ifadəsi həm uyğundur, həm də çox yüngüldür bu fikrə, bu vəziyyətə. Çünki ürək ağrısından da o tərəfə dərin bir yanğı var. Onun çıxışının mətnində, onun aurasında. Doğrudan da bir millətin, xalqın taleyi gəlib iki nəfərin iki dodağı arasında ilişib qalıb. Uzun illər müharibə gedir, ağır müharibə gedib, böyük insan itkilər olubdur. Sadə xalqa bu müharibəni davam etdirməklə bağlı inandırıcı vədlər vermək çətinləşib. Ən ciddi müttəfiq müharibənin arxasından, Ukraynanın arxasından qaçır. Ən yüngül ifadə ilə. O zaman doğrudan da vəziyyət çox ağırdır və ajanraqlıdır. Qərbin digər hissəsi, Avropa hissəsi vahid mövqedən görünməyə çalışır. Ancaq orada da tam vahid bir mövqenin olmadığı görsənir. Bu da son dərəcə ürək ağrıcıdır. Əslində bu məsələ təkcə Ukrayna ilə, Avropa ilə bağlı məsələ deyil, əziz dostlar. Yayımı bəyənin, paylaşın ki, bizim bu şərhimizi daha çox insan eşitsin, duysun. Sizin bizə ən böyük dəstəyiniz bu yayımı bəyənmək, paylaşmaq, rəy bölümündə fikirlərinizi mütləq yazmaqdır. Rəy bölümündə fikirlərinizi mütləq yazın ki, daha çox insan bunu eşitsin, duysun, bizə dəstək versin. Və sizin də fikirlərinizi biz bilək. Bu çox önəmlidir ki, biz burada danışırıq, görək sizin fikirləriniz bu məsələdə nədir? ABŞ-ın Ukraynaya təklif elədiyi bu sülh sazişi, dırnaq arası sülh sazişi qəbul olunsa, burada bir neçə qaçılmaz nəticələr var. Birincisi, Avropa əgər doğrudan da bu sazişin qarşısını ala bilməsə, NATO deyilən bir təşkilat artıq etimad göstərilməyən bir müttəfiq olacaq. NATO'nun daxilində onsuz da başlamış çatlar dərinləşəcək, genişlənəcək və görünür ki, NATO parçalanmaya doğru gedəcək. Bu, ola bilsin ki, qərb ölkələrindən olmayacaq, amma tutaq ki, Türkiyə kimi, Şərqi Avropadakı bəzi üzvlər kimi ölkələr fikirləşəcəklər bu barədə. Niyə? Çünki Rusiyanın qəzəbini bəlkə neytrallaşdırmaqdan ötürü bu barədə fikirləşəcəklər. Çünki artıq bu müharibənin sonraki hissəsi, əgər doğrudan da belə bir razılaşma olsa, bunun sonraki hissəsi Rusiyanın Şərqi Avropaya iddiası olacaq. Yəni, Rusiya kifayətlənməyəcək bu vəziyyətlə. Yəni, açığı sanksiyalar əgər götürülsə, bu prosesin nəticəsində Rusiya sürətlə çiçəklənəcək iqtisadi baxımdan. Çünki sanksiyalar altında olan bir ölkədir. Əhali xeyli dərəcədə, bunlar dildə ifadə eləsək, qoçaqlaşıb. Yəni, çox fikirləşmək vaxtı olub, çox götür-qoy eləyibdir və iqtisadiyyat bundan bir nəfəslənəcək və sürətlə gedəcək və Rusiya güclənəcək, texnologiya yenilənəcək, bütün bu məhv edilmiş texnologiya yenilənəcək. Bunun qarşılığında Ukraynanın əgər qarşısına qoyulan bu ordu məhdudiyyəti məsələsi olsa, deməli, Ukrayna zəifləyəcək. Ümumiyyətlə, Ukrayna cəbhəsi sıradan çıxmış sayılacaq və qalacaq Şərqi Avropa. Şərqi Avropa ölkələri ABŞ-ın və Qərbi Avropanın bu acizliyini, əgər bu plan qəbul olunsa, aciz planı qəbul edildiklərini görəcəklər və Rusiya ilə yaxın olmağa çalışacaqlar. Çünki belə bir müharibəyə hazır görsənmirlər. Burada iki variant var. Ya ikinci dəfə Avropada daha qanlı bir müharibə olacaq və Avropa bütün gücünü qoyub Rusiyanı məğlub edəcək. Necə ki, 2-ci Dünya müharibəsi, 1-ci Dünya müharibəsində yaralanmış, ancaq oradan elə də zəif çıxmayan Almaniyanın iddiaları hesabına ortaya çıxdı. Yenə ikinci bir müharibə çıxacaq Avropanın ortasında, daha bir qanlı müharibə çıxacaq. Ya da Rusiya müqavimətsiz
irəliləyəcək. Bu əlbəttə ki, sivilizasiya üçün təxminən bundan sonra 20 illik bir böhran deməkdir. Yəni bu insan ömürləri üçün fövqəladə ciddi bir rəqəmdir ki, 20 illik bir böhrandan biz danışırıq ki, bundan sonra ola bilər. Və bu həm də Cənubi Qafqaz üçün bir risklər yaradacaq. Niyə risklər yaradacaq? Cənubi Qafqaz ölkələri Rusiyanı çox əsəbləşdirdi çünki. Xüsusilə Ermənistan indiki hökuməti ilə, Gürcüstan bir əvvəlki hökuməti ilə problemlər yaratdı. Azərbaycan hökuməti vaxtaşırı müstəqillik cəhdləri göstərir, qolunu sürməyir, müstəqillik addımları atır. Tutaq ki, bu məsələlərin hamısı Rusiyanı əsəbləşdiribdir, bu müstəqillik oyunları. Ona görə də Rusiya Avropada, Şərqi Avropada özünə bəzi müttəfiqlər bəlkə seçəcək, müstəqilliklərini hansısa formada tanıyacaq, amma Qafqazla bağlı müstəqillik oyununa son qoymağa çalışacaq. Yəni, Rusiyanın növbəti hədəfi Qafqaz olacaq, Cənubi Qafqaz olacaq. Əgər bu şərtlərlə hansısa formada irəliləyiş olsa Rusiya üçün. Bir ekspert rəyinə rast gəldim, o deyir ki, Tramp həm Cənubi Qafqaza, həm Mərkəzi Asiyaya hakim olmaq istəyir. Buna görə də Cənubi Qafqazda, Mərkəzi Asiyada Rusiya ekspansiyası yenidən baş tuta bilməz. Son dərəcə sadəlöv və konjunktiv bir, belə deyək, konjunkturaya uyğun bir şərhdir. Ona görə ki, açığı başqa cür ifadə eləmək istəmirəm, bu ifadəni uyğun hesab edirəm. Ona görə ki, Rusiya Amerikanı Avropadan çıxardırsa, oradan imtina elətdirirsə, Qafqaz arxa cəhbədir, arxa bağçadır Rusiya üçün. Amerikanın burada marağı qalmır. Amerikanın Avropada marağı yoxdursa, Avropanın ərazicə ən böyük ölkəsində marağı yoxdursa, Ukraynada, üzr istəyirəm, onun Cənubi Qafqazdakı hansı marağı Rusiya ilə toqquşmaya belə deyək, gətirib çıxarda bilər, yəni məcbur eləyə bilər. Məncə, bu çox sadəlöv yanaşmadır. Rusiya burada Trump'ın şəxsi xarakterindən istifadə edən bir oyun qrupdur və bu oyunu məharətlə aparır. Və buna görə də əslində Cənubi Qafqaz ölkələri üçün indi bir qısa da olsa bir toparlanma dövrü var. Bu zaman bu ölkələr nə etməlidirlər? Xüsusilə bu Gürcüstan və Azərbaycan hökumətlərinə aiddir. Bunlar ictimai rəyin onlara qarşı yönəlmiş qəzəbini neytrallaşdırmalıdırlar. Rusiyanın buradakı çoxşaxəli məmur korpusu ilə, yəni bu agentura komsomol nəsli ilə xilas qurtarmalıdırlar. Faktiki bir dekommunizasiya prosesi getməlidir. Yəni, dekommunizasiya prosesi getməlidir və Rusiya təsirində olan məmur, nomenklatur, nə bilim və s. biznes, bunların hamısı bir gözdən keçirilməlidir və bu parlament gözdən keçirilməlidir. Xüsus Gürcüstandakı parlament böhranlardan qalxmalıdır. Azərbaycanda parlament gözdən keçirilməlidir. Çünki belə bir senari, bu hazırki davam edən senari, faktiki olaraq bir təlatümə gətirib çıxardacaq. Yəni, bugün orada durub bu siyasi liderlərə, nə bilim, bu avtoritar liderlərə tərif deyən adamlar sabah o tərifi deməyəcəklər. Hətta deməməyə başlayıblar. Azərbaycanda bəzi səslər çıxıb, məsəl üçün. Gürcüstanda xüsusilə hökumətdədirlər olar və istəyirlər ki, tamamilə Gürcüstanı qərb istiqamətindən ayırsınlar. Burada lazım olan siyasət faktiki olaraq şərqi, qərbi, cənubu, şimalı buraxıb cəmiyyəti qüvvətləndirmək olmalıdır. Yəni, cəmiyyət qüvvətlənməlidir, azad fikir ifadəsi meydan verilməlidir, parlamentə meydan verilməlidir, mətbuata meydan verilməlidir. Rusiyanın vasitəsilə burada kürk salmış korrupsioner sistem sıradan çıxmalıdır. İnzibati aparat təmizlənməlidir. Yəni, buna gücü çatan hökumət, bunu eləməyə iradəsi çatan hökumət, özünə nə qədər balta vurmalı olsa da, vəziyyətdən çıxa biləcək. Bu senari davam edərsə. Buna gücü çatmayan eləyə bilməyəcək.
İlham Əliyev bunu eləyə bilərmi? Açığı məndə inam yoxdur. Amma eləməlidirmi? Mütləq eləməlidir. Ona görə məndə inam yoxdur ki, mən düşünmürəm ki, onlar fikirləşsinlər ki, Putinlə dil tapa bilməyəcəklər. Bu proses belə irəliləsə. Fikirləşirlər ki, gedəcəyik bu dəfə də daha Putinə yaxşı ürək sözləri deyəcəyik. Amma Kreml Putin deyil. Dəqiq bilmək lazımdır. Kreml artıq başqa siyasət yürüdür və Kreml müstəqillik oyunları, onların dili ilə desək, dırnaq arası müstəqillik oyunları məsələsini hesab edir ki, bu ölkələr müstəqillik oyunları çıxardırlar və buna yekun vurmaq istəyir. Ona görə də bir çox ölkənin müstəqilliyi təhdid altındadır. Bu, xüsusilə Cənubi Qafqaz ölkələrinə aiddir. Bəzi Orta Asiya ölkələrinə aiddir. İndi burada daha çox qəzəb yaradan Qazaxıstandır və Qırğızıstandır. Qazaxıstan və Qırğızıstanın əlbəttə ki, hazırki vəziyyəti belədir ki, Qazaxıstan daha çox qərblə yaxın olan, iç-içə olan bir ölkədə 54 milyardlıq orada investisiya var, qərb investisiyası var. Amma nəticə etibarilə bu necə olacaq? Bu investisiya Qazaxıstanı qoruya biləcəkmi? 30 milyarda yaxında Azərbaycanda qərb investisiyası var. Daha çox Avropa İttifaqı investisiyası var. Bu investisiya qoruya biləcəkmi? İnvestisiya qorusa elə Ukraynanı qoruyardı. Orada da böyük dəfələrlə çox qərb investisiyası var. Ona görə də biraz burada risklər artır əzizlərim. Və bu riskləri aradan qaldırmağın yeganə yolu cəmiyyəti qüvvətləndirməkdir. Cəmiyyətin taqətini özünə qaytarmaqdır. Cəmiyyəti sıxmaq deyil. Cəmiyyəti sıxmaqla, zəif salmaqla bu fəlakət senarilərində ölkə və dövlət daha aciz, daha faciəvi vəziyyət düşə bilər. Ona görə də bir daha düşünməyə çağırıram mən. Bir daha düşünməyə çağırıram. Videonu bəyənin, paylaşın. Siz də fikirlərinizi yazın. Çıxış yolunu nədə görürsünüz? Və düşünün, Azərbaycan hakimiyyəti bu islahatları və sürətli islahatları eləməyə qadirdirmi? Qadir deyilsə, niyə? Qadirdirsə, bu məsələni necə eləyə bilər? Sağ olun, sağlıqla qalın. Videonu bəyənin, paylaşın.